İslam 5 sütun üzərində qurulub. Peyğəmbər sallallahu aleyhi və səlləm buyurur, İslamın birinci sütunu şəhadətdir. Yəni, La ilahə illallah Muhammedur Rasulullah. Bu o deməkdir ki, Allahdan başqa ibadətə layiq heç kim yoxdur və Muhammed sallallahu aleyhi və səlləm onun elçisidir. Bu sadəcə söz deyil. Alimlər izah edir ki, bu qəlblə inanmaq, dillə demək və əməllə sübut etməkdir. İkinci sütun namazdır. Gündə 5 dəfə qılınır. Bu bəndə ilə Allah arasında birbaşa əlaqədir. Namaz günahları silir, qəlbi təmizləyir və insanın həyatına nizam verir. Üçüncü sütun zəkatdır. Bu, malın təmizlənməsidir. Adətən malın 2,5% verilir. Zəkat cəmiyyətdə ədalət yaradır, kasıblara kömək edir və insanın malını bərəkətləndirir. Dördüncü sütun Ramazan orucudur. Sübh azanından gün batana qədər yemək, içmək və şəhvətlərdən uzaq durmaqdır. Amma oruc sadəcə ac qalmaq deyil, o həm də nəfsi tərbiyə edir, dili və qəlbi günahdan qoruyur. Beşinci sütun həcdir, yəni Məkkəyə ziyarət etmək. Bu yalnız imkanı olanlara ömründə bir dəfə vacibdir. Həcc bütün müsəlmanların bərabərliyini göstərir. Ehram geyinən hər kəs eyni olur. Nəticə olaraq bu 5 sütun İslamın əsasını təşkil edir. Əgər bu sütunlar güclüdürsə, insanın dini də güclü olur. Əgər zəifləyərsə, insanın dini də zəifləyir.